Hazırladığımız dekorları yığacağıq tortlarımızın üzerine. Ne formada qoyuruqsa dekorlarımız o formada çıxır. Baxın, düzəltdiyimiz dekorları görsünüz. Bəndən necə ayrılır bir-birindən. Ən çox tortların, desertlərin üstü üçün çox universaldır bunlar. Güllərimizi çıxardaq. Baxın, necə qəşəng alınır. Və yenilik dizayn elədiyimiz tortlarımızın üzərinə bu şəkildə tətbiq edirik. Çevirəcəm. Baxın, bunlar vitrin tortlarıdır. Əvvəl üzərinə trafelet işlədik, glazur işlədik, şokolad glazur axıtdıq. İndi isə şokoladdan dekorlar hazırlamışıq. Üzərlərinə tətbiq edirik. Bir dənə də gül qoyaq yanına. Bu cür.